Bədbox, sən kimsən ha? Şerif, Abid Şerif. Ne oldu Pənah? Bəlkə bəsdir? Yok. Ben bugün içip her şeyi yadımdan çıkarmak istedim. Onlar beni adam yerine koymurlar. Ama bank yaranda beni kabağa verirler. Pulu bölendeyse ya da düşmürem. Her şeyin kaymağını yiyip suyunu beni saklıyorlar. Ben gittim. Buna da bu bədbox yenə də içib. Ona dedim axı içməsin. O bugün bizə lazımdır. Ne olub yenə? Xanın nökərə işi düşüb? Qəsəbəmizə yeni şerif gəlib. Özündən yaman razıdır. Eybi yok. Biz onu sakitleştirerik. Yüzümüz çok şerifler görüp. Bax, gördüm də necə sakitləşdirirsiniz. Bədbox üzünə baxırdınız. Lap yaxşı oldu. Yeni şerif bəlkə burada sabitlik yarada. Sen çok danışma. Kadınsan, otur yerinde. Özde içmeye bir şey ver. Mən özüm 1000 kişiyə deyərəm. Özü də xəbərdarlıq edirəm. Başınız ağrıyacaq. Əvvəllər bir sözümüz sənə qanun idi, indi nə oldu bəs? O olub ki, ağlım artıq başıma gəlib. Bəstir mübahisə elə düz. Sonuncu dəfə deyirəm. Mən olan yerdə yekə başlıq eləməyin. Şerifə gəlincə, əgər bizim qanunlarımızı pozursa, həmişəki kimi ona da xəbərdarlıq edək. Yəni onun adamlarından birini qəsəbədəki meydandan asaq. Onda qanunlarımızı yaxşı başa düşər. Bədbox, necədir, xoşuna gəlir? Yaxşısı budur. Məni öz xoşunuzla buraxın. Yeni şerif hardadsa gəlib məni xilas edəcək. O şərifdir, şerifdir, nədir ondan çox görmüş, bədbox. İndi oturub otağında heç yadına da düşmürsən. Pənah, kəndiri dart. Vay dede, bu ne de böyle? İblisdir, gəlin qaçaq. Görəsən bunun başı nəyə görə yoxdur, hə? Yəqin çok içip başını itirip. Tez çıxın aradan. Demək, sən onlardan başsız atlı xilas edib. Məncə sən bək qorxmusan. Get biraz istirahat elə, boynundakını da çıxart. Bəlkə qalsın, əşyayı dəlildir. Əşya dəlli boyunda gəzdirmirlər. Elə çıxar qoy seyfə. Onlarla bağlı son məlumatlar var. Ne olub yenə də? Atı ölmüş qavboya oxşayırsınız. Bura bax, az danış. İçməyə bir şey ver. Ben hele de özüme gelebilmemişim. Görünür serjantın bəxti var imiş. Eybi yok. Təzə plan qurarıq. Özü də şerifə qarşı. Bax, sən ol qəşəng mənzərədə ha. Bura mənzəriyə baxmağa gəlməmişik. Kəsin səsinizi. Fena, güllələr səndədir. Özdə o yan bu yana az bax. Götür güllələri, işıq yanan pəncərəyə ateş aç. Özü də qundağı bərk tut. Niye? Ona görə ki, ay bədbax, yoxsa əl izlərin qalmayacaq da bə. Bədbax. Kəsin səsinizi. Diqqət. Ateş. Qəribədir. Bir tərəfdən güllə atırlar,
O biri tərəfdən də qapı döyülür. Mən deyəsəm bütün işlərimi atıb bununla məşğul olacağam. Bədbax, neynədin ha? Korsan? Ay, yenə də odur. Mən qorxuram. Bu başsız atlı bizim başımıza oyun açacaq. Başa düşmürəm. Bu nəyə görə bizə imkan vermir? Nə durubsuz ha? Bədbaxlar, abi qoçsun da abi. Yenə nə olub? Elə bir torbada ilan görmüsüz. Bizim artıq iki problemimiz var. Birincisi Şerif, ikincisi də başsız atlı. Bəlkə sizə süzməyim. Deyəsən çox içmisiniz. Başsız atlı nədir? Burada qəribə bir şey yoxdur. Sənə 1000 dəfə deyilib ki, bizim işlərimizə qarışma. Bandanın başçısı kimi təklif edirəm ki, başqa varianta əl ataq. Problemləri həll etmək üçün bizə çoxlu pul və silah lazımdır. Nə təklif edirsən? Təklif edirəm ki, həmişəki kimi bank yaraq. Bank qalmayıb, artıq hamısını yarmışıq. Təklif edirəm ki, poçt qatarını yaraq. Lap yaxşı. Özgə məktublarını oxumaq yaman xoşuma gəlir. Sizi bura yığmamın səbəbi var. Məndə olan məlumata görə həmin banda poçt qatarını soymaq istəyir. Bir tərəfdən bu banda, bir tərəfdən də başsız atlı. Adam lap başını itirir. Bütün qəsəbə qorxu içindədir. Biz ancaq qatarın soyulmasının qarşısını almalıyıq. Başsız atlı problemi ilə ən yaxın dostum Başdüzəldən Hindi məşğuldur. Görəsən, mən başsızı hardan tapım? Mənimki əvvəldən gətirməyib. Elə bil ömür boyu bu başsızlarla işləmək alnıma yazılıb. Oy, deyəsən mən qaçası oldum. Qəsəbənin şerifi olaraq elan edirəm. Bu dəstənin üzvləri aşağıda sadalanan cinayətlərdə təqsirli bilinirlər. Bank yarmaq, sui-qəsd, adam oğurluğu və poçt qatarının qarəti. Biz bunların cəzasını verməliyik. İndi aydınlaşdırmalıyıq görək bandanın başçısı kim olub. Banda başçısına hansı güzəştlər olacaq? Güzəş nədir? Banda başçısını birinci cəzalandıracaq. Yaman maraqlanırsan. Olmaya bu tifillərin başçısı sənsə. Nə danışırsınız? Mənim ömür boyu birinci olmaq iddiam olmayıb. Bu qədər şəxsiyyətlərin yanında bunu özümə sığışdırmaram. Yaxşı, bəs başçı kimdir? Bəlkə sənsən. Şerif qardaş, nə bando, nə başçı. Mən hələ də başa düşə bilmirəm ki, bu bədbaxların mənə nə dəxlisi var? Mən hara, bu bədbaxlar hara? Vapşe mən turistəm. Sən turist yox, afristsən. Mən səni çoxdan tanıyıram. Bəlkə başçıları sənsən. Xeyr, sizcə mən buna layiqəm? Eşitdin? Bu sözləri yaxşı-yaxşı yadında saxla. Vaxt gələndə bu sözləri onun yadına salarıq. Kəsin səsinizi! Kəsin! Bəs sən niyə sakit dayanmısan? Əgər başçının adını deməsən, birinci səni cəzalandıracağıq. Onun adı el bilir ki sen benimsen, yurdum, yuvam, meskenimsen. Bəstirin! Bura Payazlı gecəsi deyil.
Demək, siz yuxarıda sadalanan cinayət əməllərini törətməkdən başqa, banda başçısının adını da gizlətməkdə ittiham edilirsiniz. Və bütün bunları nəzərə alaraq, hörmətli hakim heyətindən onların son hökmünü bilmək istəyirəm. Adları çəkilənlər doğrudan mı günahkardır? Bəli. Bəli, bəli, bəli. Bəli. Öyle. Ali, Öyle. Və bu müttəhimlər buyurub son sözünü deyə bilər. Onu da deyim ki, səmimi etiraflar sizin cəzanızı yüngülləşdirə bilər. Mən heç nə deməyəcəyəm. Vapşe nə cinayət, nə sübut, hə? Bizim günahkar olduğumuzu heç kim sübut eləyə bilməz. Çünki şahid yoxdur. O da var. Dörd göz, bu səs səndən çıxdı. Yox, mən idim. Sən xeyr ola. Sən axı salonda olmalıydın. Mənim salonda olmağıma baxmayaraq, həmişə sizinlə olmuşam. Mən axı sizə dedim ki, sizin axırınız pis qutara bilər. Millət sizə baxıb xəcalət çəkir. Mən bunların quldur əməliyyatlarına görə bütün suallara cavab verməyə hazıram. Bədbaxlar. Siz nətər adamsınız, siz nə bədbax adamsınız. Sizə demişdim axı, arvad yıxan evi heç fərəh də yıxa bilməz, ay bədbaxlar.